Bir alim dirdi ki, ilahi bu ziyafətdir, qonaqlıqdır, sənin əziz qonaqların var. Görürsən bir qonaqlıq süfrəsində bir dənə tərbiyəsiz uşaq da olar. Əziz qonaqlara görə o tərbiyəsiz uşağa söz deməzlər. Deyirlər, qonaqdır, danışmayaq buna. Deyim, məni də o tərbiyəsiz uşaq kimi qəbul elə. Ədəbli qonaqların, ən dəyərli qonağın İmam Zaman ağadır, bu ayda sənə qonaq oldu. Mən də ədəbsiz bir qonaq kimi qəbul elə. O qonaqlıq, ziyafət məclisinə xatir məni də qonaqlarından hesab elə. Doğrudan da belə bir məntiqlə insan bu aya yanaşar. İnsanın bütün əməllərinin fəlsəfəsi budur ki, insan içində olan bu məni əzsin. Allahın davası bizim içimizdə olan bu mənləndir. Allahın bir davası var. Və bu davası da bunun üçündür ki, biz o məni əzməsək xoşbəxt olmayacağıq.